Salam. Allah'tan hər bir evə ruzi bərəkət arz eləyirəm. Mən bugün ərik mürəbbəsi hazırlayıram. Onun üçün mənə lazımdır ərik, pesoq, içərisinə qoymaq üçün badamdan istifadə edirəm. Ərik mürəbbəsi üçün orta boy əriklər götürürük. Çalışmaq lazımdır ki, əriklər biraz bərk olsun. Yumşaq olduqda, pişirdikdə əzilir. Əvvəlcə əriklərin qabığını soyuruq. Mən burada 2 kilo yarım ərik götürmüşəm, 2 kilo pesoq. Ərik mürəbbəsi pişirərkən 2 ya 3 kilodan istifadə edin. Çünki əriklər çox olduqda əzilir, yaxşı olmur. Ona görə ən yaxşısı 2 ya 3 kilodur. Əriklərin çiydini indi isə çıxarırıq. Və sonra çəngəllə 1-2 yerinə deşik açırıq. Əriklərin çiydini çıxararkən möhkəm saxlamaq lazımdır ki, əzilməsin. Üzərlərinə qaynar su tökdüyümüz badamların indi isə qabığını çıxarırıq. İndi isə təmizlədiyimiz badamları əriklərin içərisinə yerləşdiririk. İndi isə pesoqu əriklərin üzərinə tökürük. Bir kilo pesoqa 1 stəkan su tökürük. Qazın üzərinə qoyur, 15 dəqiqə qaynadırıq. Əriklər 15 dəqiqə qaynadı, söndürürük, sonra buz kimi olana qədər gözləyirik. Əriklər buz kimi olduqdan sonra yenidən 15 dəqiqə qaynadır, şirəsinə baxırıq, şirəsi alınıbsa götürürük. Artıq 7-8 saat keçdi, mürəbbəmiz soydu, yenidən qoyuruq 15 dəqiqə qaynamağa. Mürəbbənin pişib-pişmədiyini yoxlamaq üçün bir qaşıq şirəsindən götürürük, bir qaba qoyuruq, soyduqdan sonra bəlkə isə demək mürəbbəmiz hazırdır. Artıq mürəbbəmizin şirəsi bərkiyibdir. Mürəbbəmiz demək olar ki, hazırdır. Qaşığın ucunda limon tuzu atırıq ki, xarlanmasın deyə. Mürəbbəmizin üzərini kəfini yığmaq üçün ləyəni astaca silkələyir, bir yerə yığır, sonra qaşıqla götürürük. Mürəbbəmizin kəfini yığdıq. İndi isə isti-isti sterilizə elədiyimiz bankalara doldururuq. Mürəbbəmiz hazırdır. Hazırlayıb yeyən hər kəsə nuş olsun.